Salam. Xoş gəlmişsiniz. Mən baş həkimim, Vidadi doktor. Salam. Dünən sizlə telefonla danışan da mən idim. Bu isə səhər meydi tapan, baş tibb bacısı Xas Məmmədovadır. Yaxşı. Bəlkə mənim otağıma keçək? Ehtiyac yoxdur. Meydin nerede? Belə yerində. Yani Yəni, harada tapılıbsa orada, binanın arxasında. gidelim. Gelirsiniz doktor. Ha, aradı. Budur, buradadır. Bu da buradadır. Örtmüşük ki, xəstələr görməsin. Ha, bunlar aydındır. Qarətə bənzəmir nəsə. Məncə intihar da deyil. Ha, görüm. Ha, elə. Baş yarılıb. Qaç olma. Çox güman ki, kütlə alətlə. Elə yəqin qanaxmadan ölüb. Qolundakı saat bahalıdır. Hə? Yo, məncə qarət də deyil. Qətl hadisəsidir, 100%. Gərək ekspert çağıraq. Hə, rayon şöbəsinə zəng elə qoy, ekspert qrupu göndərsinlər. Prokurora da məlumat ver. Onsuz istintaqı prokurorluq aparacaq. Belə əzdəriz. Doktor, deyirəm, bəlkə gecə bura bir maşın zat gəlib, ya kimsə nəsə bir səs eşidib, ola bilər? Bilmirəm. Mən gecə şəhərdə idim. Bu bədbəxt hadisəni səhər mənə Xas Məmmədova dedi. Mən də o saat zəng eləyib sizə xəbər verdim. Bunlar aydındır, aydındır. Bu adamı əvvəllər burada görən olub. Əvvəllər? Bura adi yer deyil, mayor. Öz xoşuyla bura heç kim gəlmir. Məcburən gələnləri təbii ki, biz görürük. Aha, deməli, istəyəndə görə bilirsiniz. Amma nədənsə qatili görə bilməmisiniz. Hə? Qəribədir, doktor. Nə qəribədir. Günün günorta çağı heç kimin gələ bilmədiyi bu cəhənnəm yolunu gecə vaxtı kimsə gəlir, burada adam öldürür və bu barədə heç kim heç nə bilmir. Qatil də yox olur. Bu sizə qəribə gəlmir? Bu mənim işim deyil, mayor. Axtarın, bu sizin işinizdir. Doktor, təzə xəstə gətiriblər. Yaxşı, aparın, palataya gəlirəm. Məni bağışlayın, təzə xəstə gətiriblər. Lazım olsam otağımdayım.